Salam, bir daha hər kəsə dostlar. Bildiyiniz kimi artıq bizim Binance birjasının 9 illiyi idi və bununla əlaqədar olaraq bizə bir dənə hədiyyə korobka gəlib. Bu gün hədiyyə korobkanı açacağıq, baxacağıq görə içində nələr var, nələr yox. Görə Binance bizə maraqlı nələr göndərir. Binance təbii ki, qoşulmaq üçün də linkin altında videolar var. Qoşula bilərsiniz, siz də faydalana bilərsiniz. Bu birjadan istifadə edib, trade edib, həmçində belə mövcudlar qazanmaq imkanları da əldə edə bilərsiniz. İndi isə korobkanı açıq və baxaq görə nələr var. Bu bizə gedir hara? Baxın bura, belə hodl. Çox maraqlı görünür hodl bizim burada yerimizdə. Bizə buradan 9 ili ilə əlaqədar olaraq baxın belə bir buklet, hardakı ambasadorlar üçün, baxın görürsünüz, yəni mən elə bir adam deyiləm, ambasadoram və burada gördüyünüz kimi bizim belə bir varımızdır. Daha sonra bir dənə belə bir məktub kimi bir şeydir, yəni standart məktubdur, Dear Binance-yam, 120 ölkədən Binance fəaliyyət göstərir, 300 milyon artıq community'si var Binance-ın, o deməkdir. Növbəti bizdə baxırıq, belə mini korobkalarımız var. Hardakı biz BBToy görürük. Bunu daha öncə biz bilirsiniz, Binance tədbir keçirdi Bakıda. Uşaqlarla əlaqədar bir yolda keçən tarix. Oradan kimlərsə bəlkə də bu hədiyyələrdən qazanıb. Çox maraqlı toyuzlardan biridir. Davam edirik növbəti bizdə belə bir korobkadır. Görək nə var içində, çox maraqlı gəlir. Belə bir maraqlı bir yaylığım kimi bir şeydir. Binance birjasının verdiyi belə bir maraqlı bir əl yaylığı, hansı ki bizim korobkada yerini tutur. Bu korobkada əlavə heç nə görmürəm. Korobka çox dərin korobkadır, amma mənə gəlir ki, artıq burada heç nə yoxdur. Bəli, başqa heç nə yoxdur. iPhone 17 çıxmadı. Və bunu da qoyuruq qarağa, baxaq. Növbəti bizim belə bir, biraz daha böyük bir korobka var burada. Sonra isə belə bir vəziyyətdir, yəqin ki, altı dənəsi var. Baxa görə bunda nələr var, nələr yox. Burada isə açırıq, belə bir keçatı olan bir, hansısa bir, yəqin ki, plastovka kimi bir şeydir, bəli, çox stilli, çox maraqlı, çox gözəl. Gördüyünüz üçün arxasında hodl yazılan, amma bilmirəm, yəqin ki, bunu bizə sentyabr-oktyabr ayında lazım olacaq, hal-hazırda yayda istidir və bunu geymək olmur. Binance bu nəzərə almalı ki, yay üçün göndərsək daha yaxşı olardı və yəqin ki, bilmir ki, bizim ölkəmiz çox isti ölkədir. Gedir burada bizdə qırağa, həmçinin növbəti korobka da gedir qırağa və biz indi dibi qaşımaq istəyirəm, amma alınmır. Var nəsə burada. Burada nəsə olması gərəkiyordu, tüklərdirmişkən. Amma biz hələ ki, bunu çıxarda bilmədik. Yoxlayırıq bax belə və dibi qaşıyırıq, gördüyünüz kimi çıxartdıq bunu. Növbəti bizim burada bir dənə də hədiyyəmiz var. Belə bir çanta. Belə bir Binance çanta, üstündə hodl yazılan belə bir maraqlı bir çanta. Açılmağa belə bir maraqlıdır. İçərisinə kriptolarımızı yığıb, nə bilim, notebooklarımızı yığıb və yaxud hansısa bir trading alətləri yığıb, gedib təbiətdə oturub, hodl sumkan çantanın yanında notebooku da yanına qoyub trade edə bilərsən deməkdir bu. Və maraqlı bir çantadır, xoşum gəldi. Yəqin ki, səyahətlər zamanı özümlə götürəcəm. Görək necə. Və sonra isə bizdə artıq korobkada hər şey bitdi. Yenə iPhone 17 çıxmadı. Gördüyünüz kimi sadəcə korobka özü qaldı. Belə dostlar, çox maraqlı oldu. Həqiqətən gözlənilməz bir hədiyyələrdən biridir. Pəncər çox xoşuma gəldi. Qış vaxtlarında, yəni soyuq havalarda, artıq sentyabr-oktyabr aylarında artıq bu pəncə ilə şəhərdə gəzmək olacaq. Çox stilli, hodl və Binance logosu burada. Həmçinin də çox maraqlı bir pəncəyə bənzər. Yaxşıdır, maraqlı görünür. Və bu da bizim hədiyyələrimizdən biri. Belə dostlar, kanala abunə olmağı, həmçinin də Telegram qrupa qoşulmağı, Telegram səhifəyə abunə olmağı unutmayın ki, bütün yeniliklər, bütün məlumatlar təbii ki bizdə orada olacaq. Sağ olun, özünüzə müğayət olun, gəlin görüşmək üzrə.